Deməli, təkrar tapşırıqlarına baxacaq buradan Facts and Figures-dan. Gəlin müzakirə eləyək uşaqlar. Kənardan səs gəlmirsə. Xeyr. Yaxşı. Deməli, Epola B-yə üçüncü şəxsin tək olacaq. Bunu we-ni əvəz eləsək, Epola B-yə orada olacaq nə? Catches. E-S. Sonra burada Z ilə deyir əvəz elə, düzdür? Mike üçüncü şəxsin təkidir, Z üçüncü şəxsin cəmidir. Ona görə də burada bu feil dəyişəcək olacaq fly. Cəm versiya. Bu şəkildə. Baxın, görün, düz dəyişmişsiniz sizdə. Bu birinci şəxsin təkidir, Betty üçüncü şəxsin təkidir. Sadəcə olaraq ay olanda mübtəda həzi, həv ilə dəyişəcəm. Burada həz idisə, burada həv olacaq. Bu şəkildə. Sonra burada people cəmdir, David təkdir. Ona görə like-ın sonundakı is itəcək. Təbii ki, David əvəzinə people yazılacaq mübtəda. People gələn kimi like feili öz əvvəlki versiyasına qayıdacaq. Üzr sayın. We burada cəmdədir, Z də cəmdədir. Ona görə heç bir dəyişiklik olmayacaq. Dolphin təkdədir. You şəxs əvəzliyi dəyişəcək. Burada olacaq please S-lə. Sonra burada da cəmdir, burada da cəmdir. Ona görə go feilinə toxunmuram. Cümlə quruluşu eyni gələcək. Daha sonra Tom üçüncü şəxsin təki olduğuna görə verilmiş feilin sonuna ES artırılacaq. ES-i də nəyə görə artırıram? Çünki qaydada biz öyrənmişdik. Sonu SH ilə bitən feillər indiki qeyri-müəyyən zaman formasında ES şəkildə əlavə olunur. Mammal üçüncü şəxsin təkidir, people cəmdir. Ona görə are yox, məhz is olacaq. Are-ın əvəzinə is yazacaq. Cümlə belə olacaq. A mammal is born alive. Sonra Anne and Bill, bu özü əvəzlik şəxs əvəzinə çevirsəm, olacaq Z. Ali üçüncü şəxsin təkidir, bu cəmdir. Avtomatik does yox, do şəklində davam eləyəcək burada və buradakı yəli əvəzliyi də his-dən keçəcək their. Kopyadan baxım görün, burada da əvəzliklərdən yox idi keçinə. Hə, burada da var, bax. Buradakı my olacaq his. Nə yaxşı geri qayıtdım. Bir dəqiqə. Hə, deməli, yəli əvəzliklərində dəyişdim. Deməli, flies burada oldu, fly, düzdür. Hə, bax, burada Betty var. Bunu da dəyişəcək. Olacaq my. Axı, mübtədanı əvəz elədim ayla, ona görə my-a dəyişiləcək bu. Sonra varmı başqa yəli əvəzliyi dəyişməyə ehtiyac olan? Məncə bu qədər. Bir dəqiqə, watch and eat them. Polar bear watch fish and eat them. Hə, buradakı fişə görə zəm olur. Bunun uzlaşması tamamlıq vasitəsilə olacaq. Belə yaza bilmişdiniz də. Düz gələn, düz gəlməyən hissələr varsa dəyişin. Bu belə. Düzdür, hamısı. Bu tapşırıqda nə icra eləmişsiniz? Eləmişik bunları. Ya dedim, məndən eləyək. Hə, burada deməli, son tək hecalılarda verilmiş samitin qoşalaşması prosesindən danışırdıq. Deməli, a kiwi is strange blue boat. Nə yazmışsınız bunlara? Deməli, burada müqayisə eləyəcək. Müqayisə dərəcəsi ilə. Siz necə yazmışsınız?
Məsələn, burada olacaq a kiwi is stranger than müqayisə edəndə zəndən mütləq istifadə edəcəyik. Than a bluebird. Sonra bacterian camel's hair is müqayisə edəcəyik. Yenə than. Sonra Oman is hotter. Burada qoşalaşma var. Yenə than. Italy is warmer. Than. So Saudi Arabia is larger than. Mary is taller. Yine than. John is fatter. Than. My sister is younger. Burada olacaq ice is colder. Yenə than müqayisəni yazacağıq. Nədir burada təbii ki? Biraz pis yazdım, özür dilərim. A dolphin is smaller. Than. A polar bear. Deməli, a kiwi is stranger than a bluebird. A bacterian camel's hair is thicker than an Arabian camel's hair. Oman is hotter than Switzerland. Italy is warmer than France. Saudi Arabia is larger than Kuwait. Mary is taller than Masako. John is fatter than Robert. My sister is younger than my brother. Ice is colder than water. A dolphin is smaller than a polar bear. That's all. Müəllimə araç qoşuldu. Yaxşı. Burada görüntüdə izləmə lazım idi. Deyəsən mən onu tapmamışam hələ. Crossword'u demişdim də eləyək. Deyin görək düzələr. Burada nə tapmısınız? Camels, humans and dolphins are all. Nədir bu? Bu üçünü nə birləşdirir uşaqlar? Deyin görək. Yaxşı maraqlı tapşırıqlar var burada. Hə balalar, deyin görüm. Camels, humans and dolphins. Bunların üçünü birləşdirən hansı cəhət olar sizcə? Mammals. Mammals, yes. Nə pis yazır ya bu, yaza bilmirəm. Yolları da vapşə dolaşdırdım. 1, 2, 3, 4, 5, 6, 7. Hə, hərf o etibarıyla düz gəlir. Burada mammals yazacağıq. Both dolphins and humans have these. Delfinlərdə və insanlarda bu var. Nədir? Nə tapmısınız orada? 2, 3, 4, 5, Danışma, speak. S, P, I, E, C, I, speech. Speak, danışmaq dedim. Speak, danışmaqdır. Mən speech deyə yazdım, nəsə düz gəlmir deyəsən. Sonra, a large body of water. Suyun. Güvən deyirlər. Neydi o? Hump, H-U-M-P yazılan.
Sonra this land mammal lives in the desert and has a hump. Camel. Görüm 9'da camel burada alınır. Görüm burada yerində yaza bilirəm bir dəqiqə. Birə nə tapmışdıq? Mammals. Bir dəqiqə. Biraz ehtiyatlı yazım, görüm yaza bilirəm. Yazdım. Axırki. Yenə də səhvə yol verməyib yox. Mammals. Biri tapdıq. Bir var. Dolphins and humans have these. Delfinlərdə və insanların hər ikisində var. Bir də mammals, camel. Bunu da tapdıq. Qıbdən belə baxaq. This helps a dolphin to swim. Delfinin yüzgeç değilleri Türkçe'de de. Possessive form of I. 3. 3'e görüm may düz gəlir. Maydı. Bir dəqiqə. O asanları test tapsaq o bura düzələcək. Study them. Dolphins make underwater. Tapes değil de bu. Yok. Tapes değil. Sounds değil ki bu. Koyuyorum. Sound Swim. değil. Sound. Sound. Studies the sounds. Soundla gelirdi ha orada mətndə. Evet. Bir dəqiqə. Sound yazsaq düzgün olur. Sounds. A hippopotamus is not small. It is large or big. Bu cürə 7-dən neçə hərfdir? B, A, R, C, E, H. Oy, nə pis yazıram mən burada. Large. Yaxşı, bu large olsa. Same as 6 across. 6'nın əksi. 9 var. 8'də. Siz öz-özünə tapmısınız burada. Burada başqa nə qaldı? Biz dolfinlere üzmeye kömək edirdi. Delfinlərdə üzməyə kömək eləyən nə idi? Quyruqları və yüzgeçləri verir. Bunlarda məncə wing getmirdi. Başqa şey edirdi. Mətnin içində olacaq o. Bu sounds'u öyrəndik. Large sözü də var. Daha görüm. Nəyinə üzür bunlar? Görüm burada nə yazıq? Keçən nə tərcümə eləmişdik? Deyəsən o haqda məlumat yoxdur, hə?
Ya bizim gözümüzdən qaçır. Nə yazmısınız orada? Nə tapmısınız? Görürəm. Deməli, birdə məmalıs düz gəlir, düzdür. İkidə insanlarla həm də delfinlərdə feelings sözü var. Gəlin bunu yazaq. Hisslər. İndi baxıram. Feelings. İnsanların da, delfinlərin də hissləri var, düzdür. Sonra 3 dənə tapdıq. Yəli forması may. Düzdür. 4 dənədir. Dəqiqə 4 dənə deyildim. Dedi ki, səsləri bu düzdür, mətndən yoxladıq. Sonra bu F-lə gələn üzgəc fin olacaq. Delfinin üzgəci. Bu findir. Bayaqdan yadıma sala bilmirəm. Bir dəqiqə. A large body of water. Böyük su kütləsi. Biz ocean yox, sea gördük də burada. Qoyacağım sea olur altıda. Dayan, biz burada sea yazsaq. Bir saniyə. Bu da düzəldi. Burada nə yazıb? 6-da deyib nə tapmısansa, eynisi buradadır. Bu da eynisi. İndi düzəldi crossword. Görün qalanınız olmadı. Biri tapdıq, 2-ni tapdıq, 3-ü tapdıq, 4-ü tapdıq. Sonra deyəsən ardıcıl yazılmıyor, heç nömrələr. Boş qalan xanamız olmadı ki, əsas odur. Tamamlandı. Buradan neydi tapşırığınız uşaqlar? Nə yazmışdıq buradan? Bunu vermişdim mi və sizə? Antonimlərin tapılması. Bir saniyə. Səs gəlir sizə? Bəli. Tapa bilmişsiniz buradan antonimləri, yoxsa necə? Deməli. Burada tapşırıqda nə iş görəcəyik? Read the dictionary definition below that's an antonym for the worm. Məsələn, burada sizə izahını vermişdi. Tutalım ki, large sözü ilə small sözü bir-birinin əksidir. Burada izah eləyir. Sonra, ümumiyyətlə, lüğətdə tərtibatda necə gedir antonimlər bunda deyir. Antonim əvəzinə opposite word də yaza bilər. Yəni, bunlar ikisi də eyni mənaya gəlib çıxır. Opposite də antonimdir. İkisi də əks məna deməkdir. Tak, deməli, burada nə iş görəcək? Tapşırıq 2-də. Burada deyir ki, A sütununda verilmiş sözlərin antonimini məhz B sütununda olanla uyğunlaşdıracağıq. Aha, baxaq. High sözü yüksək, low, Y variantı. Sonra same eynidir, different burada olacaq. Long uzundur, short qısa, F verək. Sonra big böyükdür. Bir dənə small var da burada. Bir dənə hansını çıxmışam işarəliyim. Bizi sonra çarıqdırması olar. Deməli, small verək burada G. Sonra true, false verəcək.
hot, cold verək. Yəni C bəndini. Inside, outside. Up, down. Bu da olacaq B. Bu şəkildə yazmışdınızsa doğru olacaq uşaqlar. Son təkrar tapşırıqlarımız bu qədər.